Bu Dilançay millet. Azerbaycan'da bu milli mecliste 124 deputat var. Bu 124 deputattan 115'i Yerazlı Kürttü. Yeraz Kürt. Kardeş, bu devletin adı Azerbaycan'dı. Azerbaycan deyəndə Azerbaycanlılar kimlərdir? Azerbaycanlı Türkdür, Tavışdır, Ləzgidir, Avardır, Tatdır. Qutardı getdi. Qalan millətlər gəlmələrdir. 1918-ci ildə Məmməd Əmin Rəsulzadə Azərbaycan dövlətini quranda Tavışların, Türklərin, Tatların, Avarların, Ləzgilərin qanı axıb. Bu millətlər qurubları özləri üçün dövlət. İndi gəlib dövlətin başında oturub, anası erməni olan, Yeraz, Kürt, Yeraz sözünün mənası nədir? Yeraz. Yerazlar 17-ci əsrdə Ermənistana sürgün olunmuş Qarapapaq Türkləridir. Bunların Azərbaycanın heç aidiyyəti yoxdur bizə. Gəlib oturma dövlətin başında. Qəhbəliyi təbliğ edən Yeraz. Rüşvət alan Yeraz. Yaltaq Yeraz. Bir sübut yarama. Böyük Yaltağın bir Səidə. Səiddən başqa nə qədər Yerazlar var ha? Bunlar Yeraz da qardaş. Yeraz. Səhifələrdə, TikToklarda durub qəhbəli yeriyən, orasını burasını göstərən, milləti qəhbəliyə çağıran Yerazlar. Bax, Azərbaycan xalqının mədəniyyətini, qürurunu, qeyrətini, namusunu əlindən alan bu gəlmələr oldu. Azərbaycana gəlib Azərbaycan millətini püskünə qoyanlar. Yeraz, Məraz, Kürt, Yevrey, Mevrey, bu qəhbə millətlər. Bunlar bizdən deyil, qardaş. Prezidentə baxırsan, İlham Əliyev. Anası erməni, atası Yezdi Kürt. Mənim birinci xanıma bax, Mehriban Əliyeva, Yevrey qızı. Mehribanın gəlini kimdir? Alyona, Yevrey qızı. Mehribanın yezələri kimdir? Keçmiş yezələrdə Yevreylərdir, təzə yezələrdir Yevreylər. Bu dövlətin başında oturub Yevreylər məhv edir bizi, anası erməni olanları. Biz kimi gözləyirik, qardaş? Dünyanın ən varlı dövlətində vermişik dövlətimizi də, neftimizi də, qazımızı da, qızılımızı da bu Yevreylərin əlinə. Bir dənə bizdən olmayan əxlaqsız oğlu bir ailənin əlinə, Əliyevlər sülaləsinin əlinə. Bunlar məhv edir Azərbaycanı, qardaş. Heydər o vaxt gəldi Azərbaycanda hakimiyyətə gəlmək üçün Heydər 20 yanvar faciəsini törətdi. Heydər Xocalı satdı, Xocalı faciəsini törətdi. İndi Xaçaturyanlar ilə, indi də Xaçaturyan'daki Azərbaycandan verildi ermənilərə ilham. 15 gün bundan qabaq. Niyə? Çünki atasının poxvarının üstü açılmasın diye. Bunlar belə bir qəhb ailədir. Bunlar belə bir uğraşmındar millətdir. Dövlətin büdcəsini yiyib dağıdır ilhamlar, mehribanlar, mehribanın başı Nərgizlər, Paşayevlar. Bunlar Azərbaycanlı deyil, bunlar Azərbaycanı niyə dağıdırlar? Niyə bir susuruq? Biz millət deyilik ya. Bizim qururumuz yoxdur. Yaraçxanadan qəhbəsi gəlib mənim Azərbaycanımda mənə başımda üstündə oturub mən nəsə bir zakon takip edesin və yaxud onun Kürdü və yaxud anası ermənilər. Bunlar haranın qəhbələrdə? Azərbaycan Tavışın, Türkün, Ləzginin, Tatın, Avarındır. Qalanlar siz Azərbaycandan. Onsuz da geçməlisiniz. Başta İlham Əliyev olmaqla, onun əxlaqsız ailəsi olmaqla, başta Yeraz nazirləri olmaqla. Bunlar qoyublar Azərbaycanı püskünə. Bunlar satıb dağıdırlar bizim sərvətlərimizi. Bunlar imkan vermirlər bizə yaşamağa. Bunlar bizim kibimizə girirlər. Bunlar məhv edirlər bizi. Bunlar məhv ediblər. Atası Heydər 20 yanvar, Xocalı, Vertelyotda gül kimi Azərbaycanlılar, İsmət Qayıbov, Məhəmməd Əsədov, Ala Mustafay, onlar da belə Azərbaycanın ən qeyrətli olanlarını Heydər Vertelyotda vurdurdu, yox etdirdi. Getirdi Yerazlar tökdü Azərbaycana, Yezdi Kürtlərini bilə, Milli Meclisə. İndi də oğlu İlham, Tərtər faciəsi. Qarabağda aparıb 5000 cavan uşağı dördüyü Qarabağ alır bu. İndi Qarabağa gedək bilmirik biz. Partalla gedirik torpağımıza. Kəlbəcərin qızınla İlhamın qızları poizlərlə, vagonlarla daşıyır xaricə. Belə millət var, qardaş. Bu əxlaqsız hakimiyyəti Azərbaycana nə demək lazımdır? Rədd eləmək lazımdır. Bütün xalq birləşib qalxmalı dayağa. Azərbaycan, Türkün, Tavışın, Tatın, Ləzginin, Avarındır. Qalan başqa millətlər siftirsin xarabalarına. Hardan gəliblər ora?